Xoş gördük, hörmətli izləyicilər. Sizə martın 12-sinə olan hava proqnozunu təqdim edirik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% müşahidə ediləcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcədə isti, gündüz 10-15 dərəcə isti olacaq. Belə dəyərli izləyicilər, hava məlumatını dinlədiniz. Görüşənədək.